Salam, yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyin sədri Kamil Abdullayev. İlk növbədə bütün məni dinləyən sosial şəbəkə izləyicilərimi, TikTok izləyicilərimi və bütün Azərbaycan vətəndaşlarını Ramazan bayramının sona çatması ilə əlaqədar bayram günü münasibətləri ilə təbrik edirəm. Onlara bol-bol arzular, xoşbəxtlik və əsas ailə səadəti arzulayıram. Bayramınız mübarək olsun. Dostlar, bu bayram günündə hamı istəyər ki, öz əzizlərinlə bir yerdə bayramını keçirsinlər. Və burada artıq atası olan atası ilə, anası olan anası ilə, ailəvi bir yerdə bayram keçirməyi müsəlman dünyasında yaxşı, xoş qəbul edirlər. Bu yaxınlarda bir TikTok'da demək olar ki, bu Yaqublu, Tofiq Yaqublu ilə əlaqədar olaraq onun qızı Nigar Həci bir paylaşım eləmişdi. Ürəyim ağrıdı. Doğrudan da ürəyim ağrıdı. Dedi, atamı artıq başqa istiqamətə, başqa hardasa türməyə köçürüblər. İndi yolumuz başqa yerədir. Mən sadəcə üzümü tuturam Nigar Həziyə. Nigar xanım, bu bayram münasibətlə Allahdan arzulayıram ki, sənin atan tezliyə çıxsın. Amma, ay gözəl xanım, sizi demək olar ki, bir qurbana çeviriblər. Sizin ailənizi mən belə hesab edirəm ki, bir qurbana çeviriblər. Bu qurbanlığın başında da Əli Kərimli durur. Bu qurbanlığın başında demək olar ki, İsa Qəmbər durur, Arif Hacılı durur. Bunlar sizi elə bir vəziyyətə salıblar, hipnoz ediblər. Sizin ailənizi pərəm-pərəm edib, dağıdıblar. Öz xoşbəxtçilikləri üçün. Ay gözəl xanım, siz heç nəyə nail ola bilməyəcəksiniz. Görürsən, bax, bacığı da, Allah rəhmət etsin, bacığı da itirdi. İndi hissə-hissə, əsəbdən, gərginlikdən, bir gün ananı itirəcəksən, bir gün özünü itirəcəksən, bir gün yoldaşını itirəcəksən və bunların da hamısının başında Əli Kərimli, Arif Hacılı və İsa Qəmbərdir. Partiya rəhbərləridir. Bunlar sizi düzgün yola çəkmirlər. Bunlar dəmir adam, nə bilim, ambusmanda get kimlənsə görüş, o birisindən görüş, Tofiq Yaqublu kişi adamdır. Ay, kişi elə türməyə düşmək kişilikdirsə, düşün də türməyə. Əl çəkin bu ailədən, bu ailə qoy yaşasın, bəsdir. Bir uşağı da rəhmətə getdi. İndən sonra Tofiq Yaqublu nə yaşayacaqdı? Ömrünün bütün demək olar ki, yardan çoxunu türmələrdə keçirdi. Nəyə görə? Əli Kərimli sizə görə. Ay Arif Hacılı sizə görə, ay İsa Qəmbər sizə görə ayıbdır. Siz istəyirsiniz ki, Tofiq Yaqublu türmədən çıxmasın. Siz tutturursunuz qardaş bunu. Və bunun ailəsinə də elə bir fon göstərirsiniz ki, güya siz onların arxasındasınız. Əgər siz yaxşı kişi olsanız, siz yaxşı partiya rəhbəri olsanız, heç Tofiq Yaqublu bu yola siz sürükləməzsiniz. Belə partiya rəhbəri olmur. Belə deyir sizə dəmir iradəli bir insandır. Siz də dəmir iradəli olun da, qoy sizə dua varsa olsun. Harda vətənini sevən insan varsa, siz onları tutturursunuz, özünüz bilə-bilə. Çünki daha çox şeyləri açıqlamaq istəmirəm. Mən sadəcə Nigar Həcidən çox-çox xahiş edirəm ki, yolunu dəyiş. İlham Əliyev sənin atanı tutturmuyor, sənin atanı tutturan biri Əli Kərimlidir, böyrümüzdədir. Biri İsa Qəmbərdir, biri də Arif Hacılıdır. Bunlar da sizin atanızı tutturan. Siz sən nə düşünmürsən? İlham Əliyev tutturub, İlham Əliyev tutturub. İlham Əliyevin də, Mehriban Əliyevanın da xəbəri olsa belə, onlar istəməz ki, sənin atanı tuttursunlar. Sənin atanı tutturanlar onlardır. Onlara sərf eləyir ki, Tofiq Yaqublunu tuttursunlar. Və deyəcəksiniz, nəyə görə? Çünki siyasi iradə, bunların siyasi iradəsi yoxdur axı. Görürsün, hamısının ətrafındakiləri tutturur, özü tutturur, onlara görə də onlara pul ödənir. Elə belə deyil və Mikayıl Cabbarov elə belə ödəməz ki, onlara heç vaxt. İqtisadiyyat naziri onlara elə belə pul verməz axı. Ay gözəl xanım, sən bu siyasət deyil. Bu çirkin bir oyundur. Bu oyundan çəkin. Bir sənsən, bir də o jurnalist var, Əfqan Sadıqlı. Onun yoldaşı Sevinç Sadıqova. Ayıbdır sizə. Vallahi ayıb. Bilirəm, qəlbiniz yanır.
ata sevgisi başqa şeydir. Özdə bu bayram günündə istəyirsiniz ki, atanız yanınızda olsun. Sizdən çox xahiş edirəm ki, bu cür emosiyalara uymayın. Gəl, kömək lazımdır, mən sənə kömək eləyəcəm. Amma oradan ayrıl. Ayrıl oradan. O partiyadan ayrıl. Allah, o partiya sizin partiya deyil. Onu heç fikrinə gətirmək ki, mən əqidəmi dəyişərəm, səhər mənə nə deyərlər, atan əqidəsini dəyişər mənə. Belə çürüməkdənsə, ailəni çürüyür. Atan o vəziyyətdə, anam bu vəziyyətdə, özüm bu vəziyyətdə, yoldaşım bu vəziyyətdə. Bir səhər başınıza nə gəlir? Bir normal bir həyat keçirməmişsiniz. Türmələrdə keçirirsiniz. Nəyə görə dilinizin ucbatından? Nəyə görə əməllərinizə görə? Nəyə görə ətrafınız düzgündür? Narkoman, bir nəfər heç vaxt narkoman olmur. Narkomanın ətrafı narkoman olur ki, o bir yaxşı insanları da oraya cəlb eləyir. İndi siz yaxşı insan kimi Əli Kərimli cəlb eləyib sizi. Ondan sonra o neydi? İsa Qəmbər cəlb eləyibdi. Öz maraqları üçün, öz şəxsi maraqları üçün. Qoy bunları da tutsun da. Qoy bunların da evlatları türmələrdə geçsin, gəlsin də. Xeyr, bunlar sövdələşməsinə aparıb. Bunlar rahatdır. Hökumətdən pulunu alırlar, oturublar. Ay Əli Kərimli almır, ay onun nə bilim pasportunu alır. Bunlar hamısı boş şeylərdir. Bunlar ki, Əli Kərimli kimdir ki? Bu dəqiqə 3-4 nəfər Avropadan insanları tutub gətirirlər. Sən nə danışırsan? Əli Kərimli kimdir ki burada? Əli Kərimli əl quzusudur burada. Özləri üçün oturub deyir, get orada qışqırır, burada qışqırır. Bu xarici ölkələr üçün bir fon yaradır ki, yəni burada demokratiya bu cür inkişaf eləyir də, var. Görürsünüz, Əli Kərimli də qışqırır. Onun qışqırmağı puldur hamısı. 5 manat, 3 manat verib sustururlar. Yəni sizdən xahişim odur ki, düz yola gəlin. İlham Əliyev sizə düşmən deyil. İlham Əliyev Azərbaycan Respublikasının prezidentidir və istənilən vaxtı müraciət eləmək istəsəz, mənə müraciət eləyin, mən sizin atanızın çıxmasına görə ölkə rəhbərindən, birinci vitse-prezidentdən mən xahiş eləyim. Eləyərəm də. Yəni Əli Kərimli indi özünü sındırmır, o birisi sındırmır, heç sındıran gün olmasın. Onsuz da onlar nədir? Sınmış adamlardır da onlar. Ən pasledin adamdır da bu. O nəyi sınacaqdır ki? Amma sən bir xanım olaraq, sənin yoldaşın, əqidəniz, mən səhər nə deyərlər mənə? Əli Kərimliyə nə deyirlər? İsa Qəmbər əqidəsini çoxdan dəyişibdir. Ona nə deyirlər? Arif Azlıya nə deyirlər? Və digərlərinə hansı partiya rəhbəri əqidəsini dəyişməyibdir ki? Söhbət burada ondan gedir ki, siz xanımsınız, də bu qədər də olmaz, düşmüsünüz çöllərə. Mən özüm baxıramsa yazığım gəlir, bu ailəyə yazığım gəlir, istəyirəm kömək olum. Yəni düzgün başa düş, mən məmur deyiləm, mənim əlim, istəyərəm ki, kömək olum. Mən də xahiş edeyim, bir qeyri-hökumət təşkilatının rəhbəri kimi xahiş edeyim ölkə rəhbərindən ki, bu ailəyə qarşı biraz həssas olaq. Daha nə qədər türmələrdə çürüyəcək sənin atan, nə qədər sən türmə yolu gedib gələcəksə, insan özü öz vicdanını itirir, öz sifətini itirir və bu, mən bilirəm, Əli Kərimlidir, ya o birisidir, İsa Qəmbərdir, arada sizə kömək də eləyir, pul da verir və yaxud da deyir, mənim adımla bu qədər Tofiq Yaqubliyə aparar verərsən, qoy orada xərcləsin və yaxud da özünüz xərcləyin. Gedib gələndə bəlkə maşınla da sizə köməklik eləyir. Bunlar hamısı gözdən pərdə asmaq üçün bir vasitədir. Öz şəxsi maraqları üçün olunmuş bir vasitədir. Əl çəkin. Əl çəkin onlardan. Əgər əl çəkirsinizsə, sizin atanız da yanınızda olacaq, siz də yanınızda olacaqsınız. Yoxsa İlham Əliyevi siz heç nə edə bilməzsiniz İlham Əliyevə. Ölkənin rəhbərinə yalandan nəsə, o qədər nə danışırsan, bu qədər danışmırsan, hasının birinin bir xeyri olubdur ki. Əli Kərimli neyini yiyibdir ki? Əli Kərimli qatığı başına sürtəndi, geçsin öz başına qatıq sürsün də. Yəni bunlardan uzaq olmağı sizdən xahiş edirəm. Bir daha bayramınız mübarək olsun. Yaxşı düşünün. Onsuz da bu dəqiqə 10 nəfər, 15 nəfər də sizə gələcək əqidənizdən dönməyin. Siz əqidənizdən dönən deyilsiniz. Tofiq Yaqublunun qızısınız və s. və ilaxır. Amma sizin çəkdiyiniz ağrını Əli Kərimli çəkmir. Sizin çəkdiyiniz o həyəcanı, o fəryadı İsa Qəmbər çəkmir. O Arif Hacılı çəkmir və digərləri çəkmir. Onlar çəksəydi, onların ailəsi bugünə düşsəydi, yəqin ki, onda deyərdim, hə, onlar da çəkir bunu. Onların evlatları Avropadadır, siz də buralarda ata həsrətindən yaşayırsınız. Özünüz bir fikirləşin, bir düşünün. Əgər elə bir fikriniz olarsa, sizin atanızın çıxmasına mən köməklik də göstərə bilərəm və sizdən xahiş edirəm, mənim telefon nömrəm orada var, mənlə əlaqə saxlayasınız. Mən utanıram. Sonra o Sevinç Sadıqlı, səhər gedib tutub gətirsələr, nə inəyəsən ki sən?
Dövlətlə dövlətçilik eləmək olar. Ölkəni niyə bu biabır eləyirsə, İlham Əliyevi niyə biabır eləyirsə, bu qədər də olmaz da. Bir özünüzə gəlin də, xahiş edirəm sizdən artıqdırıcı. Sağ olun.